Xoşbəxtliyin ümumiyyətlə harda olduğu haqqında və neçə yaşda bizim ən çox özümüzü xoşbəxt hiss etdiyimiz barədə məlumatları eşidik. Amma həmçinin araşdırmaçılar bildirir ki, xoşbəxtlik nə maddi mənəvi zənginliklə və yaxud da ki, ətrafımızda çoxsaylı dostlarımızın olması ilə bağlı deyil. Xoşbəxtlik olduğumuz andan, olduğumuz vəziyyətdən və həyatımızdan məmnun olmaqdır daha çox. Belə bildirirlər və elə qonağımızdan da soruşacağım, görəsən o xoşbəxtdirmi və onun üçün xoşbəxtlik nədir və pul insanı xoşbəxt edirmi, maddiyyat insanı xoşbəxt edirmi? Bir çox sualların cavabını bugün ondan eşidəcəyik. Bugünkü verilişimizin qonağı isə Baker Tilly Azərbaycan Maliyyə Konsalting şirkətinin direktoru, iqtisadçı ekspert Fərhad Pərvizi bugün bizimlədir. Salamlayırıq, xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Çox yaxşı, havalar istidir artıq. Baxmayaraq ki, bugün biraz dəyişib. Sizin yoldaşınız demişdi ki, isti, günəşli hava olanlarda xoşbəxtlik daha çox olur. Aha. Orada maraqlı bir statistika var idi. İnsanlar, biz iqtisadçı olaraq biz ölkələrin xoşbəxtlik indeksində belə ölçürük. Yalnız gəlirliyi ölçmürük. Yəni ki, pul xoşbəxtlik deyil əlbəttə ki. Amma orada da maraqlı bir fakt var ki, adətən Norveç, Finlandiya, İsveç birinci yerlərdə olur bu siyahıda. Amma günəşli ölkələrdir. Günəşli ölkələrdir, onlar şimal ölkələrdir, amma yenə də xoşbəxtdirlər. Və siz həmişə bir balaca ehtiyatla yanaşın bu tipli statistikaya. Mən iqtisadçıyam, ona görə dərhal statistikanı gətirəm. Həmin ölkələrdə antidepressantların istifadə olunmasına görə bir nömrəli ölkələrdir. Və siz baxsaz, ən xoşbəxt ölkələr antidepressan çox qəbul edən ölkələrdə eyni siyahıdır. Ona görə biraz ehtiyatlı olmaq lazımdır bütün bu statistikalar. Ümumilikdə, yəni biz statistikanı biz çıxarmırıq. Araşdırmaçıların statistikasına əsaslanan nələrisə fikir kimi təbii ki, təlqin etmirik. Sadəcə olaraq maraqlı məlumat kimi dinləyicilərimizin nəzərinə çatdırmağa çalışdıq və deməli günəşli ölkələrdə daha çox xoşbəxt olunur. Xanımın məlumatlarında vardır. Təsir edir. Biz insanlarıq da, biz hormonlarla çox idarə oluna bilirik. Hormonlar səviyyəsi düzgün olanda bəlkə xoşbəxtliyə çatmaq daha rahat ola bilər. Əlbəttə ki, günəşin burada vacib rolu var. Biz hətta cənub ölkəsində yaşamağımıza baxmayaraq bir çox insanlarda D3 vitamini çatışmır. Günəşi görmür, ofisdə otururuq, telefonlarda otururuq, gəzmirik, fiziki məşqlərimiz olmur. Və həyat da bəlkə də o qədər də asan deyil. Amma biz deyirik günəşin şüaları daha çox xoşbəxt edir, amma niyə özünü tutqun havalarda daha xoşbəxt hiss edən insanlar da var? Əlbəttə ki, günəş şüaları heç kimi xoşbəxt eləmir. Əgər biz xoşbəxtliyi sırf elmi perspektivdən araşdırsaq, dünya şöhrətli xoşbəxtlik araşdırmaçısı Harvard professoru Arthur Brooksdur. Onun çox yaxşı kitabı var, From Strength to Strength, gücdən gücə, belə Azərbaycan dilinə belə tərcümə edərdim. O xoşbəxtliyi 3 komponentdə görür. Birinci komponent həyatdan zövq almadır. Enjoyment deyir buna. İndi beynimdə tərcümə edirəm, ümidvaram düzgün tərcümə edirəm. O deyir ki, biz həyatdan zövq almalıyıq. Amma burada biraz ehtiyatlı olmaq lazımdır. İnsanlar çox vaxtı ləzzətlə zövqü səhv salırlar. Ləzzət o hedonistik, qısa müddətli bizi düşünürük ki, xoşbəxt məqamlardır. Misal üçün, spirtli içki içmək. Sən düşünürsən ki, sən xoşbəxt olursan. Ya da hansısa bir qeyri-ciddi münasibətdən aldığın o qısa müddətli həzlər deyək. O səni çaşdıra bilər. Sən düşünə bilərsən ki, bu ləzzət əslində xoşbəxtdir, amma bu deyil. Ümumiyyətlə, 3 dənə sözü Azərbaycan dilində fərqləndirmək lazımdır. Ləzzət, sevinc və xoşbəxtlik. Ləzzət qısa müddətlidir. Sevinc, dediyimiz enjoyment, bu daha uzun müddətlidir. Məsəl üçün, yaxşı ailə sahibi olmaq, bu sevinç hissi gətirir. Xoşbəxtlik isə ümumiyyətlə daha böyük bir termindir. Bu sevincin üzərinə 2 digər komponenti əlavə etsək, ikinci komponenti o məmnuniyyət adlandırır. Yəni satisfaction. Sən məmnun olmalısan gördüyün işdən. Məmnuniyyət olanda, misal üçün, sən sevinə bilərsən hansısa bir qısa müddətdə, amma məmnun deyirsən münasibətdən. Adətən biz bunu gəlin ailə nümunəsində götürək. Əgər sevgi üzərində qurulmayan nigəhdırsa, belə baxırsan, hörmət var, etibar var, amma sevgi olmadığına görə bağ yoxdur. Yəni, insanlara bağ olması çox vacibdir. Biz insanlar, təəssüflər olsun ki, bir tərəfdən kapitalizm həm qadını, həm kişini yetərincə varlı etdi ki, onlar iqtisadi maraqlar üzərində bir yerdə olmasınlar. Sırf sevgi axtarışında olsunlar, bağ yaratmaq axtarışında olsunlar.
Bağ yaratmaq isə uzun müddətli çətin bir prosesdir. Çoxlu zəhmət tələb edir hər iki tərəfdən. Və insanlar bundan qaçaraq, zəhmətdən qaçaraq düşünürlər ki, mən pulla bir çox problemlərimi həll edə bilərəm. Qadınlar düşünür ki, mənim nəyimə kişi lazımdır, mən özüm pul qazanıram. Mən öz problemlərimi özüm həll edə bilərəm. Kişi də düşünür ki, mənə qadından lazım olan nədir də, qayğıdır və digər münasibətlərdir. Mən də onu pulla ala bilərəm. Və özlərini bu hedonistik ləzzət quyusuna salırlar və bağ yarada bilmirlər. Və bağ yarada bilmədiyinə görə məmnun deyirlər. Məmnuniyyət yoxdur münasibətdən və yalançı xoşbəxtlik qururlar özləri üçün. Və üçüncü komponent Arthur Brooks deyir ki, məna axtarışıdır. Sənin həyatın bir məna olmalıdır. Sənin böyük bir vizyonun olmalıdır. Sən Fərhad olaraq, əfsanə olaraq kim olmaq istəyirsən bu həyatda? Bu ən vacib sual budur. Yəni bir çox podkastlarda həmişə bu sualı verirəm də mənə verilişə aparanlara, aparıcılara. Sən kimsən? Əfsanə xanım, siz kimsiniz misal üçün də? Bu sualın cavabı çox vacibdir. İnsanlar adətən özünü dərk eləmir. Bir çox insanlar deyir, mən insanam, mən şəxsiyyətlə, mən Azərbaycanlıyam da. Amma milyon dənə Azərbaycanlı var da, hamımız insanıq da. Bu bəsit bir yanaşmadır. Ya da ki, başlayırlar özlərinin rolları ilə assosiasiya etməyə. Deyirlər, mən atayam, mən ovladam, mən anayam, mən dostam falan. Bu da roldur. Sizin həyatda 10-15 dənə rolunuz ola bilər. Ananızla, atanız, valideynlərinizlə övladsınız, həyat yoldaşınızla yoldaşsınız. Və kimliyimiz bu rolların cəmi deyilmi? Xeyr, kimliyimiz bu rolların cəmi deyil. Kimliyiniz mən sizi bu həyatda məna axtarışına çıxarkən mən kiməm sualına cavab verməkdir də. Siz öz rollarınızdan kənar çıxmaqla siz bu cəmiyyətə nə verəcəksiniz, sualın arxasında gizlənirsin kimliyiniz. Və bunun axtarışında olmaq lazımdır. Siz bunu tapandan sonra o zaman xoşbəxt ola bilirsiniz də. Yəni ki, zövq, məmnuniyyət, bir də məna. Bu üçü bir yerdə xoşbəxtliyin formulasıdır. Yəni ya Arthur Brooks'a görə. Olduğun kimi görün, ya göründüyün kimi ol. Göründüyün kimi ol məsələsi bir balaca insanları tənbəlləşdirir. Biz belə bir dövrdə yaşayırıq ki, hamı özündən o qədər razıdır ki, heç kim əziyyət çəkmək istəmir. Bir çox psixoloqların yanına gedirsən, niyə görə indidən misal üçün boşanmalar çoxalıbdır, ailələr çox dağılır. Hansı psixoloqun yanına getsin, amma deyir ki, özünü seç. Misal birinci üçün, özünü seç. Amma bu böyük bir axmaqlıqdır da öz-özlüyündə. Bu dünya mənim individual üzərində durmayıbdır. Heç kim bu dünyada tək başına heç nə edə bilməz. Sənə daim olaraq dəstək lazımdır. Əvvəllər bu dəstək hətta daha çox idi. Yəni ki, sən bir balaca kənd sənə dəstək olurdu ki, sən inkişaf edəsən, böyüyəsən, uşaqlarına baxırdı. Sonra biz bunu ailəyə daraltdıq, nənə-babaları baxırdı uşaqlara. İndi nənə-babanı da belə uzaqlaşdırmışıq uşaqlardan, qalmışıq tək ərarvad. Və bir nəfərdən biz həddən artıq çox şey gözləyirik. Bunda gözləntilər heç vaxt qarşılanmır da. Arthur Brooks onu deyir ki, bəlkə xoşbəxtliyin uğur formulası odur ki, gözləntilərinizi aşağı salın. Yəni ki, gözləntiləriniz aşağı olanda onda da məyusluq da olmur və daha xoşbəxt olursunuz. Çünki onda onun bir termini var, hedonistic treadmill, hedonistik qaçış zolağı. Və burada pul böyük bir rol oynayır. Misal üçün, deyək ki, sizin maşınınız yoxdur, amma maşın arzusunda olmusunuz da. Deyək ki, uşağınız, oğlan uşağıdır, mənə Porsche istəyirəm, Ferrari istəyirəm, da alım. Siz gedirsiniz, pul qazanırsınız, xanım demiş 37 yaşındasınız, artıq pul qazanmışsınız, eləmişsiniz, gedirsiniz, özünüzə birinci maşını alırsınız, birinci Porsche-nizi alırsınız. Böyük bir həzz yaşayırsınız o zaman da. Yəni ki, bu mənə əldə etmişəm. Və bu həzz sizə o qədər xoşbəxt edir ki, dopamin verir. Siz düşünürsünüz ki, okey, mən bu qədər həzz aldım, öz narkotikimi aldım da, mən yenə də istəyirəm belə bir həzz alım. Gedirsiniz, ikinci maşını alırsınız, daha baha maşını alırsınız. Yenə də həzz aldınız, amma yenə də axı həzz istəyirsiniz. Və yenə də gedirsiniz, nəsə alırsınız və bu da hedonistik treadmill dediyi qaçış zolağı. Nə var ki, siz xoşbəxtlik, o dopamini hiss etmək üçün əşyalar almağa başlayırsınız, lazımsız. Əşyalardan istifadə etmək lazımdır. Əşyaları sevmək lazım deyil. İnsanlar təəssüflər olsun ki, insanları sevmir, insanlardan istifadə edir, lakin əşyaları sevir, əşyalardan istifadə etmir. Yəni ki, çox böyük bir bağlılıq görürük. Yəni bahalı saata, bahalı maşına, bahalı evə, bahalı villaya. Və bu perspektivdən heç vaxt xoşbəxtliyə gedib çıxa bilmirik. Çünki siz hər dəfə daha çox pul tələb edir və siz ömrünüzün axırına yaşayırsınız, daim olaraq pul qaçışı arxasında. Və məlumatlar içərisində bu halda vardı ki, baxmayaraq ki, insan ehtiyacını ödəyəcək qədər pula sahib olur, amma ondan sonraki yerdə qalan pul onun o qədər də marağında, xoşbəxt edəcəyi qədər marağında olmur. Bu da var. Yəni pul insanı xoşbəxt edirmi?
Pul insanı xoşbəxt edir əgər ondan düzgün istifadə etsəniz. Burada da çox vacib var. Həmin Arthur Brooks öz kitabında bunu qeyd edir ki, pul sizə 5 dənə şey verə bilər. Birincisi, əşya ala bilərsiniz pulla, sizə lazım olan gündəlik əşyaları ya da ki, istədiyiniz əşyaları. İkinci, siz təcrübə ala bilərsiniz. Misal üçün, harasa səyahət edə bilərsiniz. Bu əşya deyil, amma bir təcrübədir. Gediniz, ölkəni gördünüz, orada nə var, nə yox, insanlarla tanış oldunuz. Şans yaranır, imkan yaranır. Bəli, üçüncüsü, siz pulu investisiya, yəni ki, paylaya bilərsiniz kiməsə, yəni ki, verə bilərsiniz. Dördüncüsü, səhv etmirəmsə, o demişdi ki, pul yığa bilərsiniz. Və beşincisi, indi yadımdan çıxıbdır, hər nədirsə. Əsas odur ki, biz hamımız daha çox əşyaların alış-verişini özümüzü xoşbəxt edirik, amma məhz bu hissə bizi xoşbəxt etmir. Çünki bu bizə o hedonistik qaçış zolağına çağırır. Digərləri bizi xoşbəxt edə bilər. Gəlin bir misal götürək, çox yaxşı misal gətirir. Deyək ki, təsəvvür edin ki, siz bir Bakının Sibrizdə bir villa almaq istəyirsiniz. Yaxşı da pul qazanmısınız, gedirsiniz 2 milyon dollar verirsiniz, siz birdən villa alırsınız və düşünürsünüz ki, xoşbəxtsiz indi. Bu pulların düzgün istifadəsi necə sizə xoşbəxt və bədbəxt edə bilər. Siz gedirsiniz, alırsınız, köçürsünüz o villaya, bahalı mebel, öz qəşəng yataq otağına girirsiniz, istəyirsiniz ki, yatasınız. Birdən Sibrizdə konsert başlayır və səs-küydən siz yata bilmirsiniz artıq. Ya da ki, hansısa qonşunuz axmaqdır, axşam bir partiya qoydu və musiqini yüksək elədi. Siz də yata bilmirsiniz. Sual oldu, bu sizin 2 milyon xoşbəxt elədimi? Yox. Amma siz gedəcəksiniz 20 qəpiyə o pen alacaqsınız qulaqlarınızı batırmaq üçün də səs gəlməməsi üçün. O 20 qəpiklik qulaq tıxaclarını alıb qulağınıza basıb yaxşı yatacaqsınız. Yəni həmin anda sizə həmin o sakitlik lazımdır. Bəli. Sizə xoşbəxtlik o 20 qəpiklik qulaq tıxacları gətirdi. 2 milyonu villa gətirmədi. Ona görə pulla çox ehtiyatlı olmaq lazımdır. Pul strateji düzgün qoyulan pullar xoşbəxtlik gətirə bilər. Strateji düzgün qoyulmayan pullar bədbəxtlik gətirə bilər. Aydındır. Söhbətimizi davam etdirəcəyik, hörmətli dinləyicilərimiz. Siz də bizə qoşula bilərsiniz. 497 51 83 050 25 52 105 nömrəsini xatırladıram bir daha və rəsmi YouTube səhifəmizin şərh bölməsi də aktivdir. Bizə yazın, zəng edin, həmçinin qonaqlarımıza ürək sözünüzü bildirə bilərsiniz. Buyurun. 60 dəqiqə davam edir, hörmətli dinləyicilərimiz və qonağımızla birgə mövzumuzun müzakirəsini davam etdiririk. Fərhad bəy, iqtisadçı kimi deyərsiniz, pulu neçə yaşına qədər qazanmaq lazımdır? Pulu düşünürəm həmişə qazanmaq lazımdır. Hətta yatanda da pulu qazanmaq lazımdır. Siz pullarınızı belə investisiya etməlisiniz ki, siz hətta yatanda da o sizə pul qazandırsın. Baxın, Karl Popper, keçən əsrin görkəmli filosoflardan biri, onu demişdi ki, bu həyatın məqsədi problemləri həll etməkdir. Siz hər oyanırsınız, artıq problemlə üzləşirsiniz. Dişlərimi yumuyum, necə yum, çimim, nə geyinim bu günləri, necə işə çatım, işdə onunla nə münasibət qurum, ona nə deyim, hansı verilişi hazırlayım, hansı mövzunu seçim. Və bir çox həyatdakı problemləri pul həll edə bilir. Əlbəttə ki, biz o Maslow'un ehtiyaclar hierarxiyasına qayıdırıq. Hansı ki, o Abraham Maslow da keçən əsrindən görkəmli psixoloqlardan biri olubdu, araşdırmaçılardan biri olubdu. O deyir ki, insanın istəkləri, ehtiyacları 5 pillədən ibarətdir. İlkin pillədə biz bazı ehtiyaclarından söhbət gedir. Ki, mənim yeməyim olmalıdır, suyum olmalıdır, reproduksiyam olmalıdır. Onu mən həll etmək üçün əlbəttə ki, pul lazımdır da. Sən yeməyi almalısın, suyu almalısın. Sonra bunu həll edəndən sonra sən ikinci mərhələyə qalsan da ki, sən artıq təhlükəsizlik axtarışını, mənim evim olsun, qorunan bir sahəm olsun. Bunun üçün də pul lazımdır. Bu da bunu həll edir. Sonra üçüncü pilləyə artıq qalxanda orada sevgi və mənsubiyyət var. Sən sevgi axtarışındasan və mənsubiyyət axtarışındasan. Mən hansı bir ailənin üzvü olum, hansısa bir kəndin üzvü olum falan. Burada pul qismən vacibdir. Artıq çünki sən ailəni saxlayacaqsansa, uşaqları dolandırmalısan da sözsüz. Yəni burada vacibdir. Növbəti iki pillə özünə hörmətdir, bir də self-actualization'dır, özünü reallaşdırmadır. O puldan daha az asılıdır. Amma ilk iki pilləni keçmək üçün isə mütləq pul lazımdır. Geri pul həmişə lazımdır. Sadəcə düzgün investisiya olunmalıdır. Ya siz baxın da lotereyalar udan insanlar 90%-i 2 ildən sonra müflis olur. Çünki onlar hazır deyirlər ona. Düzgün istifadə etmirlər, bahalı evlər alırlar, bahalı maşınlarını 2 il ərzində dağıdırlar bütün pullarını. Lakin milyonçular
bankrot olur, iflas olur, sonra yenə də milyonçu olur. İflas olur, sonra yenə də milyonçu. Çünki onların pul psixologiyası tamamilə başqadır. Mən öz Instagram səhifəmdə bir dənə video paylaşdım. Şərurlu İsfəndiyarın çox yaxşı bir podkast olmuşdu da, ham aləm dəymişdi bir-birinə. Hardakı orada deyir ki, mən savadsız çoban, alimləri götürmüşəm yanıma, onlara yaxşı pul verirəm və milyonlarla qazanıram. Da insanlar, mən düşünürəm, tamamilə səhv şeylər eşidir. Yəni öz eqoları var, deyirlər, mən niyə görə o qədər vaxt sərf etmişəm, oxumuşam, eləmişəm, mən pul qazana bilmirəm. Həmçinin təhsil alan şəxslərin bir növ təhqir olunmağı kimi gəlir. Tətikləyibdir onları, amma deyirəm, o çox vacib pul psixologiyası dərzisə keçib. Siz əgər pul psixologiyası araşdırmaçılarını oxusaz, o Babilonun ən varlı insanı, filan Grant Cardone və digərləri qulaq asırsınızsa, siz onu bir şey anlamalısınız ki, pul, bilik və savada ümumiyyətlə heç bir aidiyyatı yoxdur. Pul qazanmaq bacarığının bilik və savada heç bir aidiyyatı yoxdur. Bütün uğurlu insanları birləşdirən odur ki, risk götürmə bacarığıdır, riskə gedirlər və bu cəsarətdən irəli gələn bir şeydir, səbirlidirlər. Çünki biz sadəcə onların sonuncu pul qazandıqları biznesi görürük. Ondan 10 dəfə aşağı düşüb alınmadığını görmürük. Çünki bu barədə heç kim danışmır, hamı öz uğuru barədəsində danışır. Amma hər bir uğurlu insanın arxasında o qədər uğursuzluğu var ki, o qədər yatmayan gecələri var ki, o qədər bədbəxtçiliyi var ki, biz onu görmürük, eşitmirik. Düşünürük ki, sadəcə o filan kənddəndir, Şərurdandır, Şərurda da filan kəs məmuru yaşayır, onun dostu olub da ona görə pul qazanıbdır. İsfəndiyar müəllim başqa həyətində o bir tərəfini sadəcə danışmır, düşünürəm. Və üçüncüsü də səbirlə yanaşı fokusdur. Yəni sən fokuslanmısan işə. Sən bir şeyə çox dərin inanıb və bütün hər şeyi ona qurban verməlisən. Ailəvi qurban verməlisən, vaxtını verməlisən, həzzi buna qurban verməlisən ki, o alınsın iş. Bu üç dənəsini etməyincə heç nə alınmayacaqdır. Və bu səbəbdən misal üçün niyə görə deyişdir, biznesdə kişilər daha uğurludur, nəinki qadınlar. Bu davranış iqtisadiyyatı bunu çox yaxşı izah edir. Yəni risk etmək bacarığı mı? Bəli, risk etmək bacarığıdır. Və bu çox maraqlıdır ki, dünyanın istənilən yerində, ölkədən asılı olmayaraq, mədəniyyətdən asılı olaraq, pul gəlirlərindən asılı olmayaraq, dünyanın bütün qadınları kişilərdən daha az riskə gedirlər. Riskə getmədiklərinə görə. Amma məlumatların içərisində gördük ki, artıq 37 yaşa qədər hədəflərə çatmaq baxımından xanımlar daha irəlidədir. Çünki 40 yaşa qədər hər iki cins deyəndə ki, mən 40 yaşa qədər bütün hədəflərimə çatmaq istəyirəm. Daha doğrusu ən azı 10 hədəfimə çatmaq istəyirəm. Hədəf bu super uğur deyil də. Siz əgər dünyanın ən varlı 1000 nəfərini götürsəz, orada 1-2 dənə qadın var da, qalan hamısı kişidir. Əgər Azərbaycan istənilən bir şirkətini götürsəz, direktorlar adətən ki, dünyanın bütün ölkələrində ən varlılar, ən uğurlu biznesmenlər həmişə kişidir. Və bu buna dirəndir. Kişi niyə görə? Bioloji olaraq qadın kişidən ağıllıdır. Qadının həm beyin hüceyrələri çoxdur, həm də ki, boz maddəsi beyində çoxdur. Qadının daha böyük bir potensialı var elm baxımından. Amma niyə görə buna mane olan nədir? Çünki qadınlar risk götürmür və bu da bizim təkamül prosesindən gəlir. Allah Taala ya da təkamül, mən nə bilim, meymunlar, Darwin kimi istəyirsiniz də deyin də burada özünüz seçinəyə inanırsınız. O sağ qalmaq üçün, təkamül etmək üçün kimsə gedib mamont ovlamalı idi də, düzdürmü? Və mamontu ovlamaq üçün yetərincə axmaq və cəsur olmalısan da. Yəni ki, ağıllı insan tək başına gedib mamontun üstünə cunmazdı da. Ona görə kişilər nisbətən az ağıllı doğulubdur, amma çox cəsarətli və riskə gedən doğulubdur ki, gediblər, alıblar, gedib mamont ovlayıblar, gətiriblər qadınlar. Qadınlara isə uşaq doğurlar da. Onları qoruma instinkti, risklərin idarə edilməsi instinkti kişidən qat-qat çoxdur. Çünki onun birinci ən vacib funksiyası genetik olaraq uşağını qorumaqdır. Ailə ocağını qorumaqdır. Ona görə də 100 minlik təkamül nəticəsində qadınlar riskdən qaçıblar. Çünki o uşağı böyütməlidir. Və bu nə kimi qalıbdır və bunu heç nə edə bilməyəcəksiniz. Təəssüflər olsun ki, növbəti bəlkə 20 ildə bu cür davam edəcəkdir. Ona görə mən bütün bu mən şahmatistləri zaten gic-gic danışırlar ki, mən nə bilim, kişi hər şeydə qadından yaxşıdır, kişi ağıllıdır, idmanda, şahmatda, mən nə bilim, fəlsəfədə. Bu yalandır. Bioloji olaraq yanlışdır. Hər kəsin öz fikri var. Yox, bu bioloji olaraq yanlışdır da. Yəni qadınlar potensial baxımından, beyin potensialı baxımından kişilərdən qat-qat ağıllıdır. Və bunu bir çox kişilər etiraf edə bilmir. Lakin risk götürürəm. Çünki pul qazanmaq riskdir. Pul qazanmaq ağıl söhbəti deyil. Mən 5 dənə diplomum var. Amma mən bəlkə İsfəndiyar müəllimin köməkçisi qədər pul qazanmıram da öz-özündə. Mən də çox varlı insanam, amma yenə də onlar qədər deyiləm də. Yəni mənim beynim
limitləşibdir. Bilirsiniz, cahilin böyük bir üstünlüyü var bütün bu seri. Mən bilirəm, mənim məsələn bir biznes ideyam var. Mən otururam, biznes plan qururam, analiz edirəm, bunu Amma edirəm. onu icra etmirəm. Və o qədər qorxuram ki, o risklərdən, hamısını gözümün qabağındadır da və yubandırıram qərar verməmi. Hansı ki cahil, hansı ki ümumiyyətlə nə biznes məktəbdə oxuyub, nə bir nə diplom var, yallah, nə olar. Burada İnşallah belə bir getdi. fikir yaranmasın ki, məsələn, təhsil almamalısınız, siz belə sadəcə cəsarətli olsanız, risklər etsəz, çoxlu pul qazanacaqsınız, belə bir fikir də yaranmamış olsun. Amma ümumilikdə cəsarətli olmaq lazımdır, addımlar atmaq lazımdır. Təbii ki, bunda təhsil də rol oynayır və kim ağıllıdır, belə deyim, mübahisəsinə getməyəcək. Çünki qadın və yaxud da kişi hər ikisi fərddir, insandır və hansı sahədə olmağından asılı olmayaraq qoy uğur qazansınlar. Biz humanist yanaşaq onlara. Uğur müxtəlif. Mən pul qazanmaqdan söhbət. Mən bir dənə videonu paylaşdım. Əslində uğur və pul qazanmaq indi paralel gedir. Yox, paralel getmir. Tamamilə fərqli şeylərdir. Mən videonu paylaşdım ki, pul qazanmaq üçün riskə getməlisiniz, falan etməlisiniz. 90% kommentarilər bilirsiniz nədir? Sən niyə görə İsfəndiyar müəllim demisən? İnciblər bütün bu insanlar. Pulu iki cür qazanmaq olar. Birincisi oğurluqla qazanmaq olar. Yəni sən həyatını şeytana satırsan və oyunla qazanırsan. Məsəl bir çox pop ulduzlar, The Weeknd-i götürək, Beyoncé-ni götürək, hamısı satanistlərdir. Onlar çox qısa müddətlə. Biz onlar haqqında məlumatları indi yox, onların baxın da konsertlərinə baxın, həmişə o şeytan ulduzu var falan var da. Onlar bunu gizlətmirlər də. Siz bir tərəfdən həyatınızı bu qeyri-halallıqla deyək, bu dini termin deyil, sadəcə başqalarına dəyər qatmadan kazinodur, başqalarından oğurlamaqdır, rüşvətdir falan belə qazana bilərsiniz. Qeyri-legal hallardan, ki, o da arzu olunan deyil. Yox, legal da ola bilər, amma çox da düzgün deyil də. Misal üçün biz müxtəlif onlayn platformalar var da, qadınlar, kişilər özünü soyundururlar, göstərirlər. Yəni ki, bu anormaldır da. Anormaldır və onları maddi mənəviyyata sığmır. Amma pul qazanılır. Çox böyük pul qazanılır. 7 milyon, 10 milyon, 30 milyon qazanılır. Aydındır. Lakin pul qazanmağın halal tərəfi də var. Nə vaxt ki, siz insanlara dəyər gətirirsiniz. Misal İsfəndiyar müəllim bina tikibdir. İnsanlar gəlib könüllü şəkildə ona pul veriblər, binada yer alıblar. Onlara dəyər veribdir. Söhbətimizi davam etdirəcəyik. Reklamların vaxtı olacaq. Hörmətli dinləyicilərimiz, 60 dəqiqə davam edir və Fərhad müəllim, biz madam ki, verilişimizi xoşbəxtliklə başlayıb pulla davam etdik. İstərdim elə verilişimizin sonuna çox az qalıb. Elə xoşbəxtlik və pul tandemi. İnsanın nə qədər pulu olmalıdır ki, özünü xoşbəxt hiss eləsin deyək və buna fikirlərinizi eşidək, sağ olun. Əsas odur ki, yadınızdan çıxmasın ki, pul mübadilə vasitəsidir. Sizin bankınızda 1 milyard dollar pulunuz varsa, xüsusi varlı etmir. Siz yalnız o pulu xərcləyəndə, mən dediyim o 500 istiqamətdə xərcləyəndə o zaman varlı olursunuz. Nəsə özünüzə alanda, bir təcrübə qazananda, kiməsə yardım edəndə, gələcək üçün pul yığanda o vaxtda xoşbəxt olursunuz. Mən düşünürəm bütün insanlar xoşbəxt olmaları üçün mənə yetərli nə deməkdir? Bu sualına cavab tapsınlar. Mən nə vaxt dayanacağam? Yəni mən istəməzdim kiminsə oyunu dayansın. Çünki oyun olmasa həyatda üçün kişi üçün çox vacibdir. Kişi daim olaraq biz təbiətdən ovçuyuq da. Bizim ömrümüzün axırında kim nəyinsə ovuna çıxmaq lazımdır ki, biz cavan qalaq, testosteronumuz olsun, sağlamlığımız olsun. Sən ki o ovu dayandırırsan, oyunu dayandırırsan, kişi üçün ən pis şey odur. Ovu dayandırırsan, o vaxt ölməyə başlayırsan. Siz özünüz də baxın, bizim kişilər kim ki təqaüdə çıxandan sonra heç nə eləmirlər, tez ölürlər. Hansılar ki ömrünün axırına kimi işlə məşğuldurlar, idman falan, nəsə bir oyunu varsa həyatda, onlar daha qabağa gedirlər. Ona görə pul strateji olaraq düzgün istifadə etsəniz, o sizi xoşbəxt edəcəkdir. Düzgün istifadə etməsəniz, hedonistik ləzzətlər arxasında qaçsanız, təəssüflər olsun ki, siz sadəcə bir aludəçi kimi qısa dopamin heyran olacaqsınız və bu sizi heç vaxt xoşbəxt etməyəcəkdir. Yəni söhbətimizin nəticəsi budur ki, pul çox şeydir, amma hər şey deyil. Mənəvi dəyərlər var, hörmətli dinləyicilərimiz və bu mənəvi dəyərlərin ən başında isə sevgi dayanır. Ətrafınızda, həyatınızda insanlar olsun, o insanlar ki, siz onları çox sevirsiniz və onların da sevgisini özünüzə qarşı hiss edirsiniz. Çünki nə qədər pulunuz olursa olsun, özünüzü yalnız hiss edirsinizsə o qədər pulun içərisində, düşünmürəm ki, xoşbəxtlik də orada olacaq. Xoşbəxtlik bağ yaratmaqdadır. Həmişə bağ yaratmaq üçün ən azı 2 insan lazımdır. Ona görə uymayın müasir bu individualizmə ki, tək qalmaq, tənha qalmaq yaxşıdır. 2 nəfər olmaq həmişə daha yaxşıdır. Və hiss etdiklərimizdən getdi söhbət. Yəni tək qalmaq və bir çox coachların dediyi məsələdir budur ki, əgər hər hansı bir neqativ hadisə, məsələn, xəyanətlə qarşılaşırsansa, burada artıq həmin yerdə dayanma. Bu sənin istənmədiyin
etmədiyim bir yerdir deyirlər. Amma burada hisslər də var təbii ki. Bəzən insanlarımız hisslərinə də seçim etmək istəyirlər və burada səhv edirəmmi sualı var. Xəyanət edən ikinci dəfə edər. Əslində bu xəyanət mövzusu da əslində çox geniş bir mövzudur. Sadəcə onu sonda demək istərdim ki, yəni ki, pis şeylərə dözmək lazım deyil. İnsanlar dava etdiyinə görə boşanmırlar. İnsanlar dava etmədiyinə görə boşanırlar. Dözürlər, sonra partlayır və boşanırlar. Mən ona görə dözməyin. Problem olan kimi davaya başlayın və dava bitməmiş yatmağa getməyin. Və onda görəcəksiniz ki, problemlərin 80% həll olunur. Çünki kişilər yanınıza çıxmasında primitiv, çox da ağıllı olmayan insanlardır. Onlar, qadınlar demirlər onlara çox şey. Düşünürlər kişi anlayır, amma kişi anlamır. Onun üçün demək lazımdır, dava etmək lazımdır, dava etməkdən çəkinməyin. Bəs deyirsiniz şirin dilli olun. Mən demirəm şirin dilli olun. Mən nəsinə deyirəm ki, problemlərinizi dərhal bildirin. Ümumiyyətlə kişilər deyir ki, xanımların məsələn dırdırından, şirin dili olmamağından qaçırıq. Yəni belə. Ən çox sevən qadınlar dırdır eləyənlərdir. Mən həmişə deyirəm ki, deyinin, əgər deyinməyən qadın sizi sevmir. Yəni ki, onu bilin kişilər. Təşəkkür edirik. Çox sağ olun gəldiyiniz üçün. Hörmətli dinləyicilərimiz və izləyicilərimiz, bugünkü qonağımız Baker Tilly Azərbaycan Maliyyə Konsalting şirkətinin direktoru, iqtisadçı ekspert Fərhad Pərvizi idi. Bugünlük isə bu qədər 60 dəqiqə, təkcə 60 dəqiqə yox, ümumiyyətlə ömrümüzdən, günümüzdən saniyələr, anlar, vaxt elə uçub gedir ki, heç özümüz də hiss edəmirik. Bir də ayılıb görürük ki, bayaqki məlumatın içərisində 70 yaşa çatmışıq. Hansı yaşda olmağınızdan asılı olmayaraq özünüzü xoşbəxt hiss edəsiniz arzusuyla. Sağollaşırıq sizdən studiyada verilişin müəllif aparıcısı Əfsanə Nəcəfova, rejissorumuz İlkin Baba, prodüserimiz xanım Cəfərova, görüntü rejissorumuz isə Ramazan Ümbətova idi. Xoşbəxt və daha gözəl günlərdə görüşmək diləyilə. Hələlik.